Salam, bugün mövzumuz STEM dərsləri haqqındadır. Artıq bir çox şəhər məktəblərində STEM dərsləri keçirilir və buna görə də MİGİN müsahibə mərhələsində STEM dərsləri ilə bağlı, STEM layihəsi ilə bağlı müxtəlif suallar verilir və gəlin baxaq görək MİGİN müsahibə mərhələsində STEM dərsləri ilə bağlı əsasən hansı suallar verilir və biz müəllim olaraq STEM dərsləri haqqında, STEM layihəsi haqqında əsasən nələri bilməliyik? STEM nədir? STEM 5 hərfdən ibarət İngilis mənşəli sözdür. Deməli, STEM 5 hərfdən ibarət İngilis mənşəli sözdür və STEM sözündə olan hər bir hərf müəyyən bir fənni, müəyyən bir sahəni bildirir. Deməli, S hərfi elmi bildirir, T hərfi texnologiyanı bildirir, E hərfi mühəndisliyi bildirir, A hərfi incəsənəti bildirir, M hərfi riyaziyyatı bildirir. Burada elm dedikdə biologiya, coğrafiya, kimya və fizika fənləri nəzərdə tutulur. Yəni, STEM-in elm hissəsinə biologiya, coğrafiya, kimya və fizika fənləri aiddir. T hərfi deməli texnologiya fənnini bildirir, E hərfi mühəndisliyi bildirir, yəni memarlığı bildirir. Burada mühəndislik dedikdə memarlıq nəzərdə tutulur. Memarlıq və mühəndislik sinonim sözlərdir. Memarlıq, yəni mühəndislik tikililərin layihəsinin hazırlanması və tikilməsi ilə bağlıdır. Memarlıq da, yəni mühəndislikdə təsviri incəsənətin növlərindən biridir. Yəni, burada verilmiş mühəndislik, yəni memarlıq təsviri incəsənət fənninə aiddir. A hərfi dedik, deməli, təsviri incəsənət fənnini bildirir. M hərfi isə riyaziyyat fənnini bildirir. STEM sözü elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın İngilis dilində baş hərflərindən yaranan qısaltmadır və bu fənləri inteqrasiya edərək tədris etməkdir. STEM dərsləri şagirdlərin təbiət fənləri olan biologiya, coğrafiya, kimya, fizika və eyni zamanda texnologiya, incəsənət, riyaziyyat dərslərində öyrəndikləri nəzəri bilikləri inteqrasiya edərək tətbiq etməyi, yaratmağı hədəfləyir. STEM-in elm hissəsi biologiya, coğrafiya, kimya, fizika fənlərini əhatə edir. Bunu az öncə dedim. Deməli, şagirdlər STEM dərslərində riyaziyyat, coğrafiya, biologiya, texnologiya, təsviri incəsənət, kimya və fizika fənlərində öyrəndikləri bilikləri tətbiq edirlər. Bu fənləri bir-biri ilə əlaqələndirərək. Məsələn, şagirdlər rənglər haqqında, göy qurşağı haqqında həm təsviri incəsənət, həm də fizika və təbiət fənnində öyrənmiş olurlar. Deməli, şagirdlər aşağı siniflərdə təsviri incəsənət dərslərində göy qurşağının rəngləri haqqında, göy qurşağında neçə rəngin olduğunu, göy qurşağında hansı rənglərin olduğunu, göy qurşağında olan rənglərin ardıcıllığını, bunları təsviri incəsənət fənnində öyrənirlər və daha sonra göy qurşağında bilik əldə etdikdən sonra, göy qurşağının rəngləri haqqında öyrəndikdən sonra şagirdlər göy qurşağının rəsmini çəkirlər təsviri incəsənət dərsində. Bunlar da göy qurşağı haqqında əldə etdikləri biliyi bacarığa çevirmiş olurlar şagirdlər təsviri incəsənət dərslərində. Və şagirdlər təsviri incəsənət dərslərində göy qurşağı haqqında bilik əldə etdikdən sonra yuxarı sinifə keçdikdə fizika fənnində də göy qurşağı mövzusu ilə qarşılaşırlar və artıq şagirdlər fizika fənnində İsaac Newtonun ilk dəfə elmi olaraq prizmadan günəşin ağ işığını keçirərək göy qurşağının rənglərini müəyyən etdiyini öyrənirlər. Yəni, şagirdlər təsviri incəsənət fənnində öyrəndikləri göy qurşağının rənglərini ilk dəfə olaraq Newtonun kəşf etdiyini öyrənirlər fizika dərsində. Bu da fənlər arası inteqrasiyadır, yəni fizika fənni ilə təsviri incəsənət fənni arasında olan inteqrasiyadır, yəni əlaqədir.
dərslərinin məqsədi nədir? STEM fənləri ayrılıqda öyrətmək əvəzinə onları vahid öyrənmə modelində birləşdirir. STEM dərslərinin məqsədi düşündüklərini həyata keçirə biləcək, yaradıcı, bacarıqlı şagirdlər yetişdirməkdir. 21-ci əsr müasir texnologiyaların, ixtiraların sürətlə inkişaf etdiyi dövrdür. Buna görə də şagirdlər kəşflər etmək, dizayn etmə və mühəndislik bacarıqlarına malik olmalıdırlar. STEM layihəsinin də əsas hədəflərindən biri budur. STEM dərsləri şagirdlərdə tənqidi və yaradıcı düşüncəni inkişaf etdirərək 21-ci əsr bacarıqlarını formalaşdırır. STEM təhsili hansı peşəni seçməsindən asılı olmayaraq şagirdləri həyata hazırlayır. STEM layihə əsaslı öyrənməyə əsaslanır. STEM layihəsi fənlərarası inteqrasiyadan ibarətdir. Deməli, STEM dərsləri yaradıcı təxəyyülə malik gələcəyin alimlərini, mühəndislərini, dizaynerlərini yetişdirməyi hədəfləyir. STEM dərslərinin məqsədi dahi ixtiraçı rəssam alim olan Leonardo da Vinci, möhtəşəm tikinti layihələrinin sahibi Memar Sinan, Türkiyənin ilk milli pilotsuz uçuş aparatlarının, PUAların yaradıcısı, banisi Səlcuq Bayraktar və Lütfizadə kimi xüsusi istedada malik, ixtiralar etməyə qadir olan şagirdləri üzə çıxarmaq və inkişaf etdirməkdir. Deməli, Leonardo da Vinci dahi İtalyan ixtiraçı, rəssamdır. Tarixdə ilk uçan aparatı Leonardo da Vinci ixtira edərək təyyarəni yaratdı. İlk robotlar, uçan avtomobillər və bir çox digər kəşflər məhz Leonardo da Vinci'yə aiddir. Deməli, şagirdlər Leonardo da Vinci'nin elmi kəşfləri haqqında təsviri incəsənət fənni 6-cı sinifdə öyrənmiş olurlar. Dahi Türk memarı Memar Sinan bir çox tarixi abidələrin və körpülərin memarıdır. Memar Sinanın möhtəşəm tikinti layihələri möhkəmliyi və zəlzələyə davamlılığı ilə seçilir. Şagirdlər Memar Sinanın möhtəşəm tikinti layihələri haqqında təsviri incəsənət fənni 6-cı sinifdə öyrənmiş olurlar. Yəni, şagirdlər 6-cı sinifdə təsviri incəsənət fənnində həm Memar Sinanın layihələri haqqında, həm də Leonardo da Vinci'nin elmi kəşfləri haqqında öyrənmiş olurlar. Və şagirdlər təsviri incəsənət fənnində öyrəndiklərini daha sonra STEM dərslərində tətbiq edirlər. Məsələn, 6-cı sinifdə təsviri incəsənət fənnində öyrənir ki, məsələn, Memar Sinan həm də körpüləri yaradıbdır, həm də körpülər salıbdır. STEM dərsində artıq o körpünü şagirdlər özləri yaradırlar. Məsələn, Leonardo da Vinci'nin paraşütü kəşf etdiyini, təyyarəni kəşf etdiyini öyrənirlər təsvir incəsənət fənnində, amma STEM dərslərində artıq şagirdlər o paraşütü, o təyyarəni artıq özləri hazırlamış olurlar. Mühəndis Səlcuq Bayraktar Türkiyənin ilk pilotsuz uçuş aparatlarının, yəni PUAların banisidir, yaradıcısıdır. Səlcuq Bayraktar Türkiyə prezidenti Ərdoğanın qızının yoldaşıdır. Həm də deməli Azərbaycan 44 günlük Qarabağ müharibəsi zamanı pilotsuz uçuş aparatlarından, yəni PUAlardan uğurla istifadə edərək torpaqlarını azad etdi. Azərbaycanlı məşhur alim Lütfizadə qeyri-səlis məntiq nəzəriyyəsinin banisidir. Lütfizadə süni zəka, kompüter elmləri sahəsində bir çox kəşflər etmişdir. Leonardo da Vinci'nin, Memar Sinanın, Səlcuq Bayraktarın, Lütfizadənin izindən gedəcək mühəndislik, sənaye dizaynı və digər sahələrdə yeni kəşflərə yol açacaq, gələcəyin mütəxəssislərini, alimlərini yetişdirməyi hədəfləyir STEM dərsləri. Deməli, STEM dərslərinin əsas məqsədi nədir? Nəyə görə məktəblərdə STEM dərsləri keçirilir? STEM dərslərinin əsas məqsədi Leonardo da Vinci, Memar Sinan, Lütfizadə və Səlcuq Bayraktar kimi xüsusi istedada, xüsusi bacarığa malik olan şagirdləri üzə çıxarmaq və onları inkişaf etdirməkdir.
Yəni, STEM dərslərinin məqsədi Leonardo da Vinci kimi elmi kəşflər etməyi bacaran, ixtiralar etməyi bacaran, yeniliklər etməyi bacaran şagirdləri üzə çıxarmaqdır və onları inkişaf etdirməkdir və onların ixtiralarından, kəşflərindən faydalanmaqdır. Yəni 21-ci əsr bacarıqlarından 21-ci əsr bacarıqlarında əsas nədir? Əsas kəşf etməkdir, əsas ixtira etməkdir. Yəni günün tələbi, 21-ci əsrin əsas tələbi yeni kəşflər etməkdir, yeni ixtiralar etməkdir. STEM dərsləri necə keçirilir? Deməli, STEM dərsləri zamanı şagirdlərə uçan aparat, paraşüt, təyyarə və ya robot hazırlamaq tapşırılır Leonardo da Vinci olaraq. STEM dərsləri zamanı şagirdlərə körpü hazırlamaq tapşırılır Mimar Sinan olaraq. STEM dərsləri zamanı şagirdlər müxtəlif ixtiralar kəşflər edərək maket yaradırlar. Şagirdlər Leonardo da Vinci'nin kəşfləri haqqında, Mimar Sinanın möhtəşəm tikinti layihələri haqqında təsvirincə sənət fənnindən məlumat əldə etmiş olurlar. 6-cı sinifdən, bəli, şagirdlər təsvirincə sənət fənnində 6-cı sinifdə Mimar Sinanın, sonra Leonardo da Vinci'nin kəşfləri haqqında, nailiyyətləri haqqında bilik əldə edirlər, məlumat əldə edirlər. Məsələn, şagirdlər təsvirincə sənət fənni 6-cı sinifdə Leonardo da Vinci'nin elmi kəşfləri haqqında öyrənirlər. Məsələn, 6-cı sinifdə şagirdlər təsvirincə sənət dərslərində öyrənirlər ki, Leonardo da Vinci uçan aparatı kəşf edibdir, sonra onun əsasında təyyarə kəşf olunubdur, paraşütü kəşf edibdir və digər bir çox elmi kəşflər edibdir. Şagirdlər bunu təsvirincə sənət fənnində öyrənirlər. Daha sonra STEM dərslərində isə şagirdlər təsvirincə sənət fənnində öyrəndikləri bu bilikləri artıq özləri həyata keçirirlər. Məsələn, təsvirincə sənət fənnində öyrənir ki, Leonardo da Vinci paraşütü kəşf edibdir və ya təyyarəni kəşf edibdir. Artıq STEM dərslərində şagirdlər təyyarəni özləri yaradır, paraşütü özləri yaradır, paraşütü, təyyarəni özləri hazırlayırlar. Yəni, STEM dərslərində əsas məqsəd nədir? Şagirdlərin nəyisə ixtira etməsidir, nəyisə kəşf etməsidir. Təsvirincə sənət dərsində öyrənirlər və ya da rəsmini çəkirlər. Məsələn, təyyarənin rəsmini çəkirlər, paraşütün rəsmini çəkirlər, esse yazırlar, Leonardo da Vinci'nin elmi kəşfləri haqqında araşdırma aparırlar. Yəni, öyrənirlər, əsasən bilik əldə edirlər. Sonra da, məsələn, təyyarənin rəsmini çəkirlər, paraşütün rəsmini çəkirlər, biliklərini bacarığa çevirirlər həm də. Amma sırf STEM dərslərində artıq burada şagirdlər özləri müəllimin rəhbərliyi altında, nəzarəti altında, göstərişi altında artıq şagirdlər paraşütü, təyyarəni sırf özləri hazırlayır. Təyyarənin, paraşütün sırf maketini özləri hazırlayırlar. Yəni artıq özləri kəşf edirlər burada. Leonardo da Vinci olaraq özləri artıq təyyarəni kəşf edirlər, paraşütü kəşf edirlər və yaxud da Mimar Sinanın körpüsünü və ya da Mimar Sinanın körpüsünü özləri yaradırlar. Məsələn, təsvirincə sənət fənnində Mimar Sinan mövzusunda şagirdlər öyrənirlər ki, Mimar Sinan memarlıq abidələrini tikməklə yanaşı, həm də körpülər salıbdır və şagirdlər artıq Mimar Sinanın saldığı o körpünü özləri STEM dərsində canlı olaraq özləri yaradırlar. Deməli, şagirdlər təsvirincə sənət fənnində öyrəndikləri bilikləri digər fənlərlə inteqrasiya edərək STEM dərslərində tətbiq edirlər. Yəni, şagirdlər STEM dərslərində həm təsvirincə sənət fənnində öyrəndikləri bilikləri, həm də digər fənlərdə öyrəndikləri bilikləri bir-biri ilə əlaqələndirirlər və tətbiq edirlər. STEM dərslərində şagirdlər komanda şəklində fəaliyyət göstərir. Çünki bu layihə əsaslı öyrənmədir. Məsələn, riyaziyyatı daha yaxşı bilən şagird istehsalın riyazi tərəflərini analiz edirsə, rəsm bacarığı olan digər şagird isə onun dizayn işini görür. Bu həm də fənlər arası inteqrasiyanı ön plana çıxarır. STEM layihəsinin əsas məqsədlərindən biri
şagirdlərdə istehsal təfəkkürünün formalaşmasıdır. Yəni, şagird qarşısındakı alətin necə hazırlandığını, hansı materiallardan istifadə olunduğunu düşünmək, öyrənmək bacarığına malik olmalıdır. Məsələn, şagirdlər özləri körpünü düzəldərək, Memar Sinanın o körpünü necə düzəltdiyini, necə yaratdığını öyrənirlər və yaxud da paraşütü özləri düzəldərək, təyyarəni özləri düzəldərək, Leonardo da Vinci'nin həmin o paraşütü, o təyyarəni necə icad etdiyini, necə kəşf etdiyini öyrənmiş olurlar, anlamış olurlar. Deməli, STEM dərslərində legolarla robotlar düzəldilir, 3D proqramında düzəldilmiş əşya 3D printerində çap edilir. Bu, lazım olan bacarıqlardır. 21-ci əsrdə tələb olunan əsas bacarıqlardır. Məsələn, tibbdə. İndi layihələndirib printerdən çıxarılan əl və ayaqlarla gələcəkdə kiminsə probleminə çarə olmaq mümkündür. Deməli, STEM dərslərinin tədrisi üçün nəzərdə tutulmuş sinif otaqları necə olmalıdır? STEM dərslərinin keçirilməsi üçün nəzərdə tutulmuş sinif otağı, kompüter, 3D printer və digər zəruri təlim avadanlıqları ilə təmin edilməlidir. STEM siniflərində şagirdlərin körpü, robot yaratması üçün lazımlı avadanlıqlar və şərait olmalıdır. Yəni, məktəblərdə STEM dərsləri üçün xüsusi siniflər ayrılır və həmin STEM dərslərinin keçirildiyi siniflərdə mütləq STEM dərslərinin keçirilməsi üçün lazımlı avadanlıqlar olmalıdır. Kompüter olmalıdır, 3D printer olmalıdır, sonra şagirdlərin körpü yaratması üçün, robot yaratması üçün, təyyarəni yaratması üçün, düzəltməsi üçün mütləq avadanlıqlar olmalıdır ki, şagirdlər onları yarada bilsinlər, düzəldə bilsinlər. Deməli, STEM dərsləri hansı fənn müəllimləri tərəfindən əsasən tədris olunur? Gəlin, baxaq görək, STEM dərsləri hansı fənn müəllimləri tərəfindən əsasən tədris olunur? Deməli, ibtidai sinif, təsviri incəsənət, texnologiya, riyaziyyat, informatika, coğrafiya, biologiya, kimya, fizika və tarix fənn müəllimləri tərəfindən STEM dərsləri əsasən tədris oluna bilər. STEM dərsləri müəllimlərdən xüsusi bilik və bacarıqlar tələb edir. STEM müəllimləri kompüterdən və müasir təlim texnologiyalarından istifadə etməyi bacarmalıdır. STEM dərslərini tədris etmək üçün müəllimlər xüsusi təlimlərə cəlb olunur. Təlimlər Təhsil Nazirliyi tərəfindən və STEM Azərbaycan Mərkəzi tərəfindən təşkil olunur və STEM dərslərini tədris etmək üçün müəllimlərə xüsusi sertifikat verilir. Deməli, STEM dərsləri həftədə neçə saat və hansı siniflərdə tədris olunur? STEM dərsləri hələlik əsasən 1-9-cu siniflərdə tədris olunur. Məsələn, təsviri incəsənət fənni 1-ci sinif dərsliyinə STEM dərsləri əlavə olunubdur. Bu da təsviri incəsənət fənni 1-ci sinifə əlavə olunmuş STEM dərsləri haqqında bir nümunədir. Məsələn, heyvanlar aləminin xəritəsini hazırlayaq. Məsələn, STEM dərsində 1-ci sinifdə belə bir mövzu var. Yəni, burada uşaqlar kağızlardan, rəngli kağızlardan qitələri kəsirlər, sonra həmin qitələrdə yaşayan heyvanları həmin qitələrə uyğun şəkildə yerləşdirirlər. Sonra deməli STEM dərslərini bir yox bir neçə fənn müəllimləri tədris edir. STEM dərsləri həftədə 2 saat olmaqla ardıcıl keçirilir. Siniflər 2 yarım qrupa bölünür STEM dərsləri zamanı. STEM dərsləri müxtəlif bölmələrdən ibarət olur. Məsələn, elm, robototexnika, rəqəmsal incəsənət, proqramlaşdırma və s. Sonra STEM dərslərində incəsənət nə üçün vacibdir? Uşaqların yaradıcı düşünməsi, dizayn etmə bacarığı, gözəllik duyumu incəsənət fənni ilə bağlıdır. STEM layihəsi dərsləri hansı ölkələrdə tətbiq olunur?
Amerikada, İsraildə, İngiltərədə, Almaniyada, Singapurda, Türkiyədə və Azərbaycanda və digər inkişaf etmiş ölkələrdə. İnkişaf etmiş ölkələrdə STEM məktəbləri, STEM mərkəzləri yaradılıbdır. Məsələn, Azərbaycanda da STEM mərkəzləri yaradılıbdır artıq. Azərbaycan müəllimləri STEM layihəsini öyrənmək üçün Türkiyə və İsrailə beynəlxalq təlimə göndərilib. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi 2019-cu ildən başlayaraq Heydər Əliyev Fondunun dəstəyi ilə STEM Azərbaycan layihəsinə start verdi. Yəni, Azərbaycanda STEM dərsləri, STEM layihəsi 2019-cu ildən başlayaraq tətbiq olunmağa başlayıbdır. STEM dərsləri haqqında bu qədər. STEM dərsləri ilə bağlı sualınız varsa, bəy bölümündə yaza bilərsiniz. Bugünlük bu qədər. Sağ olun.